Verilişin baş sponsoru Modern Hospital, sponsorlar Bello yolcu vasitələri və Biosens şampunu. Salam, hər vaxtınız xeyirli olsun istək tamaşaçılar. Sağlıq olsun növbəti buraxılışı efirdədir. Ekranlara yaxın əyləşin və diqqətiniz bizdə olsun. Çünki bugün bizim sizə çox çatdıracağımız maraqlı mövzular var. Və həmişə olduğu kimi verilişimizə başlamamışdan əvvəl bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq olsun proqramına Modern Hospitalın baş sponsoru ilə baxırsınız. Nəzərinizə çatdırmaq istəyirəm ki, Modern Hospitalda fəaliyyət göstərən pediatrik mərkəz 7 gün 24 saat sizin xidmətinizdədir. Verilişimizin digər sponsoru saç tökülməsi əleyhinə təbii vasitə olan Biosens Sant şampunlarıdır. Biosens Sant şampunlarının tərkibində heç bir kimyəvi qatqı yoxdur. Və əgər sizin orqanizminizdə saç tökülməyin səbəbi hər hansı bir xəstəlik deyilsə, gündəlik həyatınızda bu şampunlardan rahatlıqla istifadə edə bilərsiniz. Sağlıq olsunun digər sponsoru Bello yuyucu vasitələridir. Bello yuyucu vasitələri əsl Azərbaycan keyfiyyəti olmaqla yanaşı, sizin şəxsi gigiyenanıza 100% zəmanət verir. Və Bello yuyucu vasitələrinin xanımlarımıza təqdim etdiyi geniş çeşidli məhsulları onlara gündəlik həyatlarında çox yaxından kömək edir. Əllərinizi Bello maya sabunları ilə yuyun. Dərinizə xoş ətir və mükəmməl təmizlik bəxş edin. Bello, təravəti hiss edin. Hörmətli tamaşaçılar, verilişimizin birinci bölümünə keçid alırıq. Bu bölüm çox maraqlı bölümdür. Yəqin ki, anonslardan izləmişsiniz, artıq bilirsiniz ki, söhbət nədən və kim haqqında gedəcək. Elə bir mövzu seçmişik ki, bu mövzunun bugün bizim Azərbaycanda öz həllini tapmağı şəxsən biz Azərbaycanlıların hər biri üçün böyük bir şərəfdir, böyük bir qürur hissi duyuruq. Mən deyərdim ki, Zaqafqaziya dövlətləri arasında ilk dəfə Azərbaycanda bu əməliyyat icra olunub. Söhbət ürək əməliyyatından gedir, yəni süni ürək əməliyyatından. Bu əməliyyatı icra edən, bu xəstəni yaşadan, bizim tamaşaçılarımıza təqdim edən Qızıl Əlli cərrahımızı bugün studiyamıza dəvət etmişik. Studiyamızın bugünkü qonağı Mərkəzi Klinikanın baş həkimi, eləcə də Ürək Cərrahi Şöbəsinin müdürü, tibb elmlər namizədi Kamran Musayevdir. Kamran doktor, studiyamıza xoş gəlmişsiniz. Çox sağ olun. Həqiqətən sizi studiyamıza dəvət etmək özü bizim çəkiliş qrupumuz üçün böyük şərəfdir. Və siz də bizim bu təklifimizi qırmadığınıza görə sizə minnətdarlığımı bildirirəm bütün qrupumuz adından. Mövzumuz bugün sizin 2 ay öncə təqribən səhv eləmirəmsə icra etdiyiniz süni ürək əməliyyatından barəsində olacaqdır. Ümumiyyətlə, bax, istərdim tamaşaçılarımıza çatdıraq. Bu əməliyyat özü nə deməkdir? Hansı hallarda icra edilir? Və təbii ki, söhbətdən digər suallar doğacaq, o barədə inşallah söhbət edək. Mən də tamaşaçılarımızı salamlayıram və məni dəvət etdiyinizə görə sizə də öz dərin minnətdarlığımı bildirirəm. Şübhəsiz, süni ürək əməliyyatlarının aparılması, hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, bizim artıq bugün ölkəmizdə kardiologiyanın və kardiocərrahiyanın gəldiyi səviyyənin göstəricisidir. Sizin qeyd etdiyiniz kimi, nəinki Qafqaz ölkələrində, hətta Amerika Birləşmiş Ştatları və Avropa ölkələrinin də, inkişaf etmiş ölkələrdə də hər klinikada, hər mərkəzdə aparılan bir əməliyyat deyil. Çünki süni ürək əməliyyatları həm yüksək ixtisaslı kadrlar tələb etməklə bərabər, həm də çox ciddi infrastrukturaya sahib tibb müəssisələri tələb edir. Və biz də bu əməliyyatların aparılması üçün bir neçə ildir ki, hazırlıq işlərimizi görürdük. Həm tibbi komandanın yetişdirilməsi, hazır vəziyyətə gətirilməsi, həm bunun üçün lazım olan infrastrukturun yerləşdirilməsi barəsində bir neçə ildir ki, çox ciddi çalışmalar gedirdi. Və nəhayət bunun nəticəsi olaraq da dediyiniz kimi keçən ay biz ilk dəfə olaraq süni ürək əməliyyatını icra etdik. Bunu 44 yaşlı bir xəstənin üzərində icra etdik. Dilatasyon kardiomiyopatiya səbəbi ilə son mərhələyə, axırıncı mərhələyə gəlmiş ürək çatışmazlığı mövcud idi xəstəmizdə. Və burada sizin də bildiyiniz kimi bu xəstələrin proqnozu çox pis olur. Yəni, son mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrin proqnozu mən deyərdim ki, bir çox xərçəng xəstəliyinin proqnozundan da daha pisdir. Belə ki, bu xəstələrin
2 il müddətində ölüm faizi 90%-dən daha çox olur. Və xəstəmiz də belə bir xəstə idi və biz bu xəstəyə süni ürək cihazını implantasiya etdik və çox şükür ki, hər şey uğurlu alındı və xəstəmiz artıq evindədir. Yəqin ki, bax, tamaşaçılarımızı bir sual doğurur. Bu süni ürək qoymaqdan ötürü o insanın öz ürəyi əməliyyatla götürülürmü, yoxsa götürülmür? Ümumiyyətlə, bunun funksiyası nədən ibarətdir? Çox gözəl sual verdiniz. Təşəkkür edirəm. Xəstələrin özü üçün də bu maraqlı olur. Biz bu süni ürək əməliyyatında xəstənin öz ürəyini götürmürük. Sadəcə bizim döş boşluğuna yerləşdirilmiş süni ürək cihazı bir hissəsi ürəyin içində olmaq şərtilə biz ürəyin altına yerləşdiririk. Amma bu cihaz ürəyin funksiyalarını tamamilə öz üstünə götürür. Ürəyin əsas funksiyası bildiyiniz kimi nasos funksiyasıdır və ya motor funksiyasıdır. Yəni, yetişkin bir insanda ürəyin əsas funksiyası ondan ibarətdir ki, ürək dediyimiz orqan 5-6 litr qanı hər dəqiqədə bunu dövr etdirməlidir. Ürəyin əsas funksiyası budur. Amma bu cür son mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrdə isə bunların ürəyin gücü, yığılma qabiliyyəti 10-15%-ə düşür və bu funksiyanı icra edə bilmirlər. Ona görə ürək çatışmazlığı son mərhələyə gəlmiş adlandırırıq və bununla əlaqədar olaraq digər orqanlarda da çatışmazlıq əlamətləri ortaya çıxır və məhz bizim yerləşdirilmiş süni ürək cihazı bu funksiyanı öz üzərinə getirir və bu süni cihaz, sənaye istehsalı olan bir cihaz 5-6 litr qanı dəqiqədə dövr etdirir və beləliklə qan dövranını, dolayısıyla da insan vahid olan orqanizmanın yaşamasına səbəb olur. Yəni, qeyd etdiyimiz kimi ürəyə əl vurulmur. Yəni, insan öz ürəyi durur. Bəli. Bu yerləşdirilir. İnsan öz ürəyi sadəcə artıq demək olar ki, torba vəziyyətində, torba funksiyasını yerinə yetirir. Onun artıq hər hansı bir yığılma qabiliyyəti, nasos funksiyası qalmamış vəziyyətdə biz əməliyyat edirik və o funksiyaları tamamilə bu cihaz öz üzərinə götürür. O halda, yəni, aydın məsələdir ki, ürək qanı damarlar vasitəsilə orqanizmə ötürür. Bəli. Bu damara mı tikilir, yoxsa? Bir cihazın bir ucu ürəyin sol mədəciyinə implantasiya edilir, o bir ucu isə aorta dediyimiz ana damara implantasiya edilir və beləliklə qanı eyni ürəyin özündə, təbii orqanımızda olduğu kimi bütün o qanı alaraq yenidən qan dövranına vurur. Yəni, bu cihaz işlədiyi sürəcə o zaman insanın öz təbii ürəyi fəaliyyətsiz qalır. Bəli, tamamilə doğru. Heç bir fəaliyyəti olmur. Heç bir fəaliyyəti demək olar ki, o zaman belə çıxır ki, gələcəkdə, yəni bu əməliyyatdan sonra ürəyin özündə də bir problem olsa, bu artıq insanın həyatına bir təhlükə yaratmır. Bəli, dediyiniz tamamilə doğrudur. Hətta məsəl üçün ürəyin özündə ola biləcək həyati təhlükəli aritmiyalar olur bildiyiniz kimi. Məsələn, mədəciklərin fibrilyasiyası olsa da bu xəstənin həyatına və klinikasına çox ciddi bir təsiri olmur. Yəni, xəstənin hətta nəbzini tutanda belə aritmiya hiss olunur. Bu xəstələrdə artıq nəbz tuta bilmirsiniz onsuz da. Tuta bilmirik. Bəli. Yaxşı, çox gözəl. Nəbz tuta bilmir. Normal yolla bu xəstənin siz qan təzyiqini ölçə bilməzsiniz. Aydın məsələdir. Kamran doktor, bəs o zaman, bax, deyirsiniz təzyiqini ölçmək mümkün deyil, düzdürmü? Normal standart metodla ölçə bilməzsiniz. Yaxşı, normal bundan başlayaq. Etdiyimiz kimi. Bu bizdə deyirsiniz ki, 2-ci ay keçir ki, xəstə əməliyyat olunub, sağ-salamatdır, evə buraxılıb, hər şey yaxşıdır. Tamamilə doğru. Ümumiyyətlə, dünya praktikasında bu cür əməliyyat keçirmiş xəstələrin əməliyyatdan sonraki yaşam sürəsi nə qədər? Artıq 10 ilə yaxınlaşıb. 10 ilə yaxındır. Bəli. Bu da belə gözəl. Tutalım ki, bu əməliyyatdan sonra xəstədə ürəklə bağlı deyil, digər orqan və sistemlər tərəfdən hər hansı bir patologiya yarandı və xəstə əməliyyata məruz qalası oldu. Digər orqanların köçürülməsi də daxil olmaq şərti ilə hər cür əməliyyat icra oluna bilər. Yəni, o təzyiqi ölçmək mümkün deyil deyirsiniz. Ölçülür, amma yəni standart metodla bizim həmişə digər insanlarda və ya xəstələrdə ölçdüyümüz kimi ölçmək olmur, yoxsa təbii ki, ölçülür. Amma yəni digər məsəl üçün qaraciyərində, mədə bağırsağında və ya qalxana bənzər vəzində, başqa birində, beynində, başqa bir yerində bir problem olarsa, yəni, normal insan kimi əməliyyat olar. Yəqin ki, bu süni cihaz olduğu üçün bu hansısa bir enerjiya mənbəyi var, düzdürmü? Bu energiya mənbəyi həmin cihazın içindəmi olur və yaxud kənardan? Kənardan. Hal-hazır istifadə olunan cihazlardan kənarda
bu enerji mənbəyi kimi bildiyimiz elektrik enerjisindən istifadə olunur. Yəni bu cihazla olan xəstələr və ya insanlar gecə yatdıqları zaman bu cihazı bildiyimiz elektrik mənbəyinə taxaraq cihazın şarj olunmasını, enerjisini bərpa etməsini təmin edirlər. Gündüz vaxtları isə, bu çox sual verilir, bəs onda gündüz bu xəstələr nə edilir? Gündüz vaxtları da yanlarında olan batareyalar vasitəsilə bu cihazın çalışmasını təmin edilir. Yəqin ki, bu həcmdə əməliyyat icra olunursa, o batareyaların ölüb-ölməməyi də nəzərə alınır. Şübhəsiz. Ki, biri ölsə, o birinin vasitəsiz. İki batareya ilə gəzir bu xəstələr və bunların hərəsinin 10-12 saatlıq ömrü var. Demək ki, bu batareyalar döş qəfəsi daxilinə hər hansı bir elektrik məfdili ilə... Bəli, bir kabelinə bağlıdır. Kabelə bağlıdır. Yəni, bu yaraların ikinci sağalmasına yad cisim kimi belə bir şeyə gətirib çıxarır. Tam sağal. Məsələn, dünya praktikasında da bilir, bizim xəstəmizdə də çox şükür yaralar tam sağalıb, heç problem yoxdur. Yəni, bizim kəsiyimiz şeyimiz onsuz da standart ürək əməliyyatı kəsiyi ilə eləyirik. Yəni, median sternotomiya dediyimiz orta kəsiklə döş sümüyünün açılması yolu ilə icra edirik. Çox gözəl. Bax, Kamran doktor, söhbətimizin əvvəlində qeyd etdiniz ki, bunu biz ağır ürək çatmamazlığı olan bir xəstəyə icra etmişik, düzdürmü? Amma elə insanlar var ki, məsələn, onlarda bir neçə və miokard infarktı keçirmiş xəstələr var və yaxud klapan çatmamazlığı olan xəstələr var. Bunlar birtəhər indi həyatlarını sürürlər. Yəni, bunlarda bəlkə də 5 il, 10 il yaşama imkanı var. Amma özlərini sığortalamaq məqsədi ilə bəlkə də çoxları düşünür ki, bəlkə mən də bu əməliyyata gedim. Yəni, bu əməliyyat yalnız süni ürək əməliyyatından söhbət açmaq istəyirəm. Yalnız ağır ürək çatmamazlığı olan xəstələr üçünmü nəzərdə tutulur? Yoxsa istənilən ürək patologiyasında bunu icra etmək mümkün? Xeyr, yalnız və yalnız axırıncı mərhələ ürək çatışmazlığı olan xəstələr üçün nəzərdə tutulan bir müalicə metodudur. Yəni, bugün bunu bu məsələlərdə avangardlıq edən Amerika Birləşmiş Ştatları daxil olmaq şərtindən Avropa Birliyində də qəbul olunan bunun rəhbər tövsiyəsi ondan ibarətdir ki, bu müalicə metodu, bu cihazların taxılması ancaq və ancaq axırıncı mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrdə taxılır. Burada bir məqamı da qeyd etmək istəyirəm ki, o ürək çatışmazlığının səbəbi dediyiniz müxtəlif səbəblər ola bilər. Yəni, koronar damarlarındakı problemdən ötürü infarkt keçirmiş xəstələr də son mərhələ ürək çatışmazlığına gələ bilər. Qapaq problemindən ötürü də son mərhələyə gəlmiş ola bilər. Hər hansı bir anadan gəlmə ürək qusuru səbəbilə də son mərhələyə gəlmiş ola bilər və ya bir miokardit, perikardit və s. bu cür infeksiyon xəstəliklərdən də son mərhələyə gəlmiş ürək çatışmazlığı xəstələr ola bilər. Bu ürək çatışmazlıqlarının hamısında istifadə olunur bu cihaz. Amma və lakin birinci şərti axırıncı mərhələyə gəlmiş ürək çatışmazlığı olmalıdır və digər metodlarla da müalicəsi mümkün olmamalıdır. Yəni, deyəlim, bir koronar şuntlama əməliyyatı ilə bu xəstəni 5 il, 10 il yaşatmaq mümkündürsə, təbii ki, bu xəstəyə biz süni ürək cihazı taxmırıq və ya bir qapağında bir aparacağımız əməliyyatla əgər bu xəstəni 5 il, 10 il yaşatmaq mümkündürsə, bu xəstələrdə də istifadə olunmur. Və ya digər qeyri-cərrahi metodlarla da əgər xəstəni müalicə etmək mümkündürsə, bu cihazlar, bəli, bu ən son mərhələyə gəlmiş, ən ağır ürək çatışmazlığı dediyimiz qrup xəstələrdə istifadə olunur ki, bunların ölümlə üzbəüz olan xəstələrdəyik, yəni son mərhələyə gəlmiş, bayaq da qeyd etdiyim kimi, proqnozu çox ciddi pis olan xəstələrdə istifadə olunur. O halda bu əməliyyata digər əməliyyatlar kimi əks göstəriş halları da yoxdur. Bu artıq həyatı göstərişlə icra olunur, düzdürmü? Tamamilə doğru. Yoxsa bunda da hər hansı bir əks göstəriş ancaq nə ola bilər? Var, bunların da şübhəsiz ki, əks göstəriş var, amma başqa orqanlarında geriyə dönüşü olmayan bir xəstəliyi var isə, yəni bu nədir? Məsələn, bunun ən klassik nümunəsi, yayılmış formada bir xərçəng xəstəliyi varsa, bu xəstədə şübhəsiz ki, bu əməliyyat olunmur. Aynəndir. Çox gözəl. Kamran doktor, bir dənə də şəxsən məni maraqlandıran, yəqin ki, tamaşaçılarımız da maraqlandırır. Artıq dünyada orqan köçürmə əməliyyatlarına geniş üstünlük verilir. Düzdür, bizim Azərbaycanda bu biraz hələ geri qalsa da,
artıq inkişaf etmiş dövlətlərdə beyin ölümü keçirmiş insanlardan 6 nəfərə, 7 nəfərə həyata qaytarmaq mümkündür. Doğrudur. Və bunların içərisində ürək əməliyyatları da var. Yəni, ürək köçürülən insanlar, yəni beyin ölmüş, amma bədəni sağlam olan insanın ürəyin, digər məsələn, ürək çatılmazlığı olan xəstələrə köçürməklə də onların həyata qaytarılması mümkündür. Bu faktlar bugün bizdə Azərbaycanda olmasa da inşallah yəqin ki, olar. Bu süni ürəyin həmin o canlı orqanizmdən götürülmüş ürək köçürmədən nə fərqi var? Üstünlüyüm var, çatmamazlığım var. Sualı verdiyinizə görə mən öz minnətdarlığımı bildirirəm. Hər şeydən əvvəl onu qeyd edim ki, bu süni ürək cihazlarının uzun müddətli istifadə olunan süni ürək cihazlarının inkişaf etdirilməsi, bu sahənin bu qədər inkişaf etməsi və bugünkü mərhələyə gəlməsinin əsas səbəbi də siz dediyiniz məsələdir. Yəni, doğrudur, bugün Amerika Birləşmiş Ştatları başda olmaq şəklində dünyanın inkişaf etmiş ölkələrində orqan bağışı və bunun nəticəsində də orqan köçürülməsi bugünkü bizlə müqayisə olunmayacaq dərəcədə irəli səviyyədədir. Amma bütün dünyada ən böyük problem sizin də bildiyiniz kimi donor azlığıdır, donor çatışmazlığıdır. O cümlədən ürək transplantasiyası üçün də ən böyük problem donor orqan olaraq ürək kimi bir donor orqanın çatışmazlığıdır, azlığıdır. Məhz süni ürək texnologiyasının və metodikasının inkişaf etməsinin də ən birinci səbəbi budur. Donor azlığı olduğu üçün bu xəstələri yaşatmaq üçün həm təbabət, həm tibb texnologiyası belə bir sahəni əl-ələ verib bu dərəcədə inkişaf etdiribdir. Amma açıqcası bugün artıq 2013-cü ildə bu sahə də elə bir mərhələyə gəlib ki, ürək transplantasiyasının özünə çox ciddi alternativ təşkil edir. Çünki artıq bu cihazlarla yaşamaq 10 ilə qədər yaxınlaşıbsa ki, bu texnologiyanın özü də çox sürətlə inkişaf edir və önümüzdəki illərdə çox daha uzun ömürlü, çox daha praktik cihazlarla biz qarşılaşacağıq və bunun nəticələri artıq ürək transplantasiyasının nəticələrinə yaxın bir yerə gəlibdir və mən elə hesab edirəm ki, önümüzdəki illərdə bu ürək transplantasiyasının özü üçün ciddi bir alternativ olacaq. Çox üzr istəyirəm, söhbətimizə kiçik ara vermək məcburiyyətindəyik, çünki sırada reklam fasiləmiz var. Reklamları izləyək, sonra söhbətimizi davam etdirərək. Məntiqlə düşünsək, tutalım ki, o deyir, ürəksiz insan mümkün deyil, değil mi? Ürək diyanda bütün orqanlara, qan getmədi diyanda. Amma orqanları ayrı-ayrılıqda götürdükdə, məsələn, digər orqanlara baxanda ürəyin özünün funksiya mürəkkəbliyi elə də çox deyil, zəngin deyil. İşi məhz o qeyd etdiyimiz kimi qan vurmaqdan. Məsələn, qaraciyər kimi deyil. Tutalım, qaraciyər öd də ifraz edir. Məsəl üçün, o ödü tərkibində cəmləşdirən bir dərman preparatı çıxarda bilərsən. Amma qanın laxtalama prosesində iştirak etmək mümkün deyil. Və yaxud böyrəklərin sidiyi süzmə məsələsi. Ağciyərlərin oksigeni alıb qana keçirtmək. Yəqin ki, bunu Allah Taala elə yadıb ki, bunu mümkün deyil düzəltmək. Amma ürəyin, düzdür, ürəyin də digər funksiyaları var, amma o həyatı vacib deyil. Məsələn, əsl həyatı vacib funksiyası məhz qanı vurmaqdan ibarətsə, bunu məntiqlə düşündəndə bir nasosla da əvəz etmək mümkündür. Təbii ki, bugün görülən işdə tam sizin dediyiniz. Bəli. Yəqin ki, bu texnologiya tibb inkişaf etdikcə bu daha da təkmilləşəcək. Yəni, bu süni ürək cihazları adı altında topladığımız cihazlar əslində 20-30 ildir kardiocərrahiyyədə istifadə olunan bir şeydir. Amma son 10 illikdə bu məsələni bu qədər aktuallaşdıran şey uzun müddətli cihazlar dediyimiz bir qrupun ortaya çıxmasıdır. Yoxsa bunların qısa müddətlilərini bir neçə günlük və ya maksimum bir neçə həftəliyə ürəyin öz funksiyasını üzərinə götürən cihazları dünyada biz də istifadə edirdik. Bəzi kardiocərrahiyyə əməliyyatlarından sonra ağırlaşmış xəstələrdə və s. bu qəbildən olan cihazlar istifadə olunurdu. Amma bu cihazların heç biri ilə biz xəstəni evinə göndərə bilmirdik və ya göndərdiyimiz xəstə evdə aylarla, illərlə yaşaya bilmirdi. Amma bugün bizim də istifadə etdiyimiz bu süni ürək cihazı ilə artıq xəstələr evə yazılır və evə yazılan xəstələr də illərlə yaşaya bilir. Həqiqətən tibbin gözəl bir yenilikdir. Həqiqətən Azərbaycan üçün bir yenilikdir. Sağ olun. Sağ olun ona görə ki, siz varsınız. Sağ olun ona görə ki,
bu əməliyyatı Azərbaycanda da həyata keçirmək artıq mümkündür. Sağ olsun əllər. Bundan başqa, yəni buna heç bir şey demək olmaz. Üzümü tamaşaçılarımıza tutub onu demək istəyirəm ki, əgər sizdə hər hansı ürək damar problemi varsa, ürəyinizi buz kimi saxlaya bilərsiniz. Ürəyinizi ürəkli cərrahlara etibar edə bilərsiniz. Kamran doktor minlərlə ürək əməliyyatı icra etmiş bir cərrahdır, həm yerlimizdir. Mənə elə gəlir ki, Azərbaycan ürəyinə ancaq Azərbaycan ürəyi yana bilər. Bu yanmaqla da şəfa tapmış olursunuz. Bir daha sizə studiyamıza buyurduğunuza görə minnətdarlığımı bildirirəm. Mən də sizə, bütün kollektivimizə təşəkkür edirəm. Çox sağ olun. Hörmətli tamaşaçılar, verilişimizin növbəti maraqlı bir bölümünə keçid alırıq. Bu bölümümüz, bu mövzumuz urologiya həsr olunub. Bugün bu sahəni sizə daha ətraflı çatdırmaq üçün studiyamıza qonaqlar dəvət etmişik və studiyamızın bugünkü qonaqlarını sizə təqdim etmək istəyirəm. Yəqin ki, tamaşaçılarımız artıq hamısı bilir ki, Azərbaycanda fəaliyyət göstərən Modern Hospital uroloji mərkəzi ilə məşhurdur. Yəni, Modern Hospital çapını götürdükdə elə də böyük olmasa, lakin burada urologiyada olmayan yoxdur. Hətta bir uroloji mərkəz qədər, bəlkə də ondan artıq avadanlıqlara, texnikaya və bacarıqlı həkimlərə sahibdir. Məhz buna görə də düşündük ki, bugün bu problemi sizlərdən yaxşı açıqlaya bilən ikinci bir ekip tapa bilmərik. Məhz ona görə də sizi studiyamıza dəvət etmişəm. Və hörmətli tamaşaçılar, studiyamızın bugünkü qonaqları Modern Hospitalın urologi şöbəsinin rəhbəri Pərviz Nəsirov, digər həkimimiz isə litotripsiya mütəxəssisi, həkim uroloq Əhməd Əhmədovdur. Hər ikiniz studiyamıza xoş gəlmisiniz. Çox sağ olun. Pərviz doktor, istərdim sizdən başlayayım. Çox acınacaqlı haldır ki, məsələn, bugün, bu yaxınlarda bir gördüyüm, tanınmış bir həkimin icra etdiyi əməliyyat barəsində istəyirəm danışım. Sidik kisəsindən açıq üsulla daşın götürülməyi. Şəxsən mənə bu pis təsir elədi. O halda ki, müasir urologiya var, müasir endoskopik urologiya var. Bunu heç bir əməliyyatsız icra etmək mümkündür. Amma əfsuslar olsun ki, bugün Azərbaycanda bu əməliyyatlar icra olunur özdə bir çox mərkəzlərdə, bir çox klinikalarda. Niyə? Avadanlıqları yoxdur. Amma avadanlıq yoxdur deyənə insanı da bu əməliyyata sürükləmək mənə elə gəlir ki, həkimlik tərəfindən yaraşmaz bu daşıdığımız məsələyə, düzdürmü? Ən azından bu sahə inkişaf etmiş xəstəxanalara göndərilməlidir bu xəstələr. Bax, bugün sizi studiyamıza dəvət etməyimizdə məqsəd hər ikinizi nədir müasir urologiya? Bu müasir urologiya bizə, bu problemdən əziyyət çəkən insanlara nə verir? Müasir urologiya xəstəyə az xəta törədərək, yəni müasir cihazlardan istifadə edərək əməliyyat icra edir və bununla da xəstənin xəstəxanada qalma müddətini qısaldır, xəstənin əlavə dərmanları olan ehtiyacını azaldır, xəstənin ağrılarını xeyli azaldır və xəstəxanadan çox qısa müddət ərzində çıxmasına gətirib çıxardır. Yəni, buna ümumiyyətlə cərrahiyyədə, eyni zamanda da urologiyada az invaziv metod cərrahiyyəsi deyirlər. Yəni, xəstənin bədəninə az xəta törədərək, yəni kəsik aparmadan, müəyyən cihazlarla, istər lazer cihazları ilə, istərsə də elektromaqnit dalğaları ilə bu və yaxud digər xəstəlikləri müalicə eləməkdir. Və mən fəxrlə deyə bilərəm ki, hal-hazırki dövrdə Modern Hospitalda endourologiya, yəni endoskopik cihazların istifadə olunması ilə və yaxın da gələcəkdə inşallah laparoskopik urologiya artıq inkişaf edib və bizim artıq 2 ildən çox, 3 ilə yaxınlaşır, bu istiqamətdə Modern Hospitalda təcrübəmiz vardır. Sidik daşı xəstəliyinə gəldikdə isə, bəli, Azərbaycan doğrudan da endemik zonadır. Endemik deyəndə o deməkdir ki, sidik daşı xəstəlikləri, böyrək daşı, sidik axarlarının, sidik kisəsinin daşları bizdə başqa regionlara nisbətən daha çox rast gəlinir. Bunun səbəblərini biraz aydınlaşdıracağım, amma mən istərdim ki, sizin o misal çəkdiyiniz sidik kisəsində daş
olan şeydir. Məsələyə qayıdam. Məsələ burasındadır ki, sidik hissəsindəki olan iri daşlar, çox iri daşlar və bəzən sidik hissəsinin həcmi qədər gəlib çatmış və yaxud ola bilər ki, bir neçə dənə daşlar, bunlar doğrudan da hətta müasir cərrahiyyədə belə açıq əməliyyatla aparılır. Burada yəni uzun müddət daşı sidik hissəsində döyməklə sidik hissəsinə və beləliklə xəstəyə daha çox xətər yerinə yetirə bilər. Nəinki açıq əməliyyatla aparmaq. Amma təəssüflər olsun ki, 1 sm, 2 sm-lik olan bəzən daşlar biz eşidirik ki, açıq əməliyyatla olunur. Halbuki bu əməliyyatları təqribən 1 saat müddətində endoskopik yolla tam bu daşları lazer yolu ilə endoskopik, yəni heç bir kəsik aparmadan sidik hissəsindən parçalayıb, ondan sonra çıxartmaq. Təbii yollarla keçərək? Bəli, təbii yollardan keçərək, yəni çıxartmaq olur və xəstəxanada əgər açıq əməliyyatla icra olunursa 3-4 gün qalır. Bu yolla olanda isə bir gecə, sadəcə olaraq bir gecə qalır. Yəni bir gün olunur, bir gecə qalır, sabahsı gün durur çıxır gedir. Yəni və sidiyini yeni təbii yolla, yəni çıxaraq, yəni artıq heç bir kəsiyin sağalmağını da gözləmirsə, yaranın ikincili sağalmağı da olmur. Bəli, olmur. Yəni bu az invaziv, yəni endoskopik yollarladır. Mən bizim bir çox birgə verilişlərimiz olub, radio verilişlərimiz də olur. Mən heç vaxt açıq yolla icra eləyən əməliyyatların, cərrahların yəni ünvanına heç nə deyə bilmərik. Biz onların içərisində hətta bizim müəllimlərimiz də var. Amma bu elmdir. Yəni bu elmdir, bu inkişafdır. Bu yəni inkişaf da davam eləyir və endoskopik urologiya Avropa və Amerikada getdikcə açıq urologiyanın yerini tam tutur. Yəni, məsəl üçün, bu ilin mart-aprel aylarında mən Avstriyada idim. Orada demək olar ki, əməliyyatların 90%-dən çoxu endoskopik, laparoskopik aparılırdı. Yəni, açıq əməliyyata demək olar ki, çox nadir hallarda yol verilirdi. Hətta böyrəyin tam götürülməsi, sidik axarının tam dəyişilməsi, yəni sidik axarını təsəvvür eləyin ki, götürürlər, onun əvəzinə sidik hissəsindən təzə axar düzəldilir və böyrəyə tikilir. Bu da qapalı yolla, laparoskopik yolla artıq icra olunur və artıq Avropada, hətta yaxın Türkiyədə robotik urologiyada yavaş-yavaş inkişaf edir və biz ümid edirik ki, yaxın gələcəkdə bu Azərbaycanda da inkişaf edir. Bir şeyi də qeyd eləmək istərdim ki, yəni endoskopik əməliyyatların müəyyən limiti var. Yəni deyək ki, əgər bizim ən çox icra elədiyimiz endoskopik əməliyyat prostat vəzinin şişinə görə olan əməliyyatlardır və daş əməliyyatlarıdır. Lakin onlar müəyyən həddə gəlib çatanda artıq yəni onu endoskopik yolla da eləmək olmur. Və təəssüflər olsun ki, bizim xəstələr elə bir vəziyyətdə bəzən gəlib çıxırlar ki, bizim klinikamıza ki, məcbur oluruq onlara açıq əməliyyat təklif edək. Və bu verilişlərin də əsas məqsədi odur ki, yəni həmin vəziyyətdə xəstələr özlərini gətirib çıxartmasınlar. Maariflənmə artsın, daha tez etaplarda. Bu halda onların xərcləri də azalır, yəni qat-qat azalır. Həm də ki, əməliyyatdan sonra olan effektlər də qat-qat çox olur. Qayıdaraq sidik daşı xəstəliyinə mən fəxrlə demək istəyirəm ki, bizdə daş qırma mərkəzi artıq 2 ildən artıq fəaliyyətdədir və onun rəhbəri Əhməd doktordur. Növbəti sualı Əhməd doktora verim. Mən istərdim bugün onun icra etdiyi bu manipulyasiya mı deyim, bu proses mi deyim, bu kiçik əməliyyat mı deyim, əməliyyatdan insanın canını qurtarmaq mı deyim, halın özü öz dilindən desin və tamaşaçılarımız bunu dinləsin. Çünki bəzən insanlara qaranlıq gələ bilər ki, necə olaraq heç bir əməliyyat olmadan, hətta siz deyirsiniz, məsələn, endoskopik girdik, daşı lazerlə dağıtdıq və yaxud toxunaraq dağıtdıq, əzərək dağıtdıq, çıxartdıq. Heç bir toxunmadan, kənardan bir dalğa verərək bu daşları tökmək mümkündür və bu həqiqətən var. Azərbaycanda hal-hazırda 1-2 mərkəz var, bunun da biri modern hospitaldır. Bax, bu barədə nə deyə bilərsə Əhməd doktor? Bizim Dornier Compact Sigma aparatında
zərbə dalğalı litotripsiya dediyimiz səs dalğası vasitəsilə keçirilir. Yəni ki, elektrik generator vasitəsilə səs dalğası əmələ gəlir və o səs dalğası insan bədəninə yeridilərək ancaq bərk olan hissələri, yəni daşı qırır. Yumuşaq toxumalara heç bir təsiri yoxdur, çünki sərbəst keçir. Seanslardan ibarət olan bir metoddur. O ki, dediyiniz kimi hansı daş razmerinə gəldikdə, razmerdən çox asılı olmayaraq, əsasən xəstənin vəziyyəti, böyrəyin vəziyyəti, daşın növü, xəstə kökdürmü, arıqdırmı, sidik axarının vəziyyəti necədir, hərəkətlidirmi xəstə və sair bir çox faktorlardan elə bil ki, ibarətdir. Yəni, mən məsələn statistika ilə maraqlanmışam, haradasa daş xəstəliyin 90%-ni litotripsiya ilə eləmək olar. Bəli. Yerdə qalan 10%-nin vaxtında gəlsə təbii. 90%-ni endoskopik müdaxilələrlə aradan qaldırma oldu. Əlbəttə. Çox üzr istəyirəm. Söhbətimizə kiçik ara vermək məcburiyyətindəyik, çünki həm sponsorlarımızı təqdim etməliyik, eləcə də reklam fasiləmiz var. Verilişimizin bu anında bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq olsun proqramına Modern Hospitalın baş sponsoru ilə baxırsınız. Modern Hospitalda təcili tibbi yardım xidməti 7 gün 24 saat sizin xidmətinizdədir. Modern Hospitaldan yeni endirim aksiyası. 70 yaşdan böyük vətəndaşlar, əlillər və təqaüddə olanlar, məcburi köçkünlər, şəhid ailələri, təhsil və tibb işçilərinə, həkim konsultasiyaları, eləcə də bütün laborator və instrumental müayinələrə 20% endirim, müvafiq sənədləri təqdim etməyi unutmayın. Ünvan Xalqlar Dostluğu metrosunun yanı. Telefonlar 012 949 012 570 20 20. Verilişimizin digər sponsoru saç tökülməsi əleyhinə təbii vasitə olan Biosens saç şampunlarıdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Biosens saç şampunlarının tərkibində heç bir kimyəvi qatqı yoxdur. O əsl bioloji təbii vasitələrdən düzəldilmişdir. Əgər sizin saç tökülməyinizin səbəbi hər hansı bir orqanizminizdə olan xəstəlik deyilsə, gündəlik həyatınızda bu şampunlardan səmərəli istifadə edə bilərsiniz. Sağlıq olsunun digər sponsoru Bello yuyucu vasitələridir. Bello yuyucu vasitələri əsl Azərbaycan keyfiyyəti olmaqla yanaşı sizin şəxsi gigiyenanıza 100% zəmanət verir. Və Bello yuyucu vasitələrinin xanımlarımıza təqdim etdiyi geniş çeşidli məhsulları onların gündəlik həyatında onlara çox yaxından kömək edir. Əllərinizi Bello maya sabunları ilə yuyun. Dərinizə xoş ətir və mükəmməl təmizlik bəxş edin. Bello, təravəti hiss edin. Qeyd etmək istəyirəm ki, litotripsiya ən ilk, yəni böyrək daşı xəstəliyində ən ilk baş vurulacaq yoldur. Yəni ki, ilkin olaraq yox, əgər alınmırsa, hansısa səbəblərlənsə, onda artıq mərhələ-mərhələ. Bax, bu halda bir tamaşaçılarımızı yəqin ki, bir sual. Tutalım ki, siz dalğalarla vurdunuz, sidik kisəsində, böyrəkdə daş qırıldı. Bəli. Və bu sidik axarların tutdu. Bu halda nə olur? Onsuz da daş, deyəlim, böyrəkdə daş qırılandan sonra xırda onun fraqmentləri sidik axarı boyunca gəldikcə yolu tuta-tuta gəlir. Aha. Yəni, heç vaxtı tam belə bir dəfəyə gəlmir. Evdə əlbəttə ki, xəstədə ürək bulanma da ola bilər, böyrək sancısı da ola bilər. Yəni ki, bu təbii bir haldır, bundan qorxmaq lazım deyil. Haçan ki, tamamilə ifraz olunandan sonra o konkrementin hissələri, onda tam xəstə rahatlayır. Üzr istəyirəm, sözü kəsirəm. İfraz 3 gündən 1 aya qədər çəkə bilər. Tamamilə, yəni parçalanandan sonra o qumların tamamilə xarici olunmaz. Bəs bu halda sidiyin axmağına o qumlarmı, xırda daş dənəcikləri, o tam tutma prosesi ola bilərmi? Ya bunu qabağını almaq üçün nə edirsiniz? Onsuz da xəstəyə yoxlanışa çağırılır. Bir 10 gün sonra əməliyyatdan yoxlanışa çağırılır. Əgər tutulma varsa, biz təkrar seans olaraq təzədən o tutmanı, yəni açır tutduğu yerə vuraraq... Yox, mən kanal tutulanla deyirəm. Bir şey demək istəyirəm kanala ki, deyirəm. Deməli, xəstə, biz endourologiyanın qızıl qaydası var. Yəni, xəstədən nə qədər uzaqda manipulyasiya aparılırsa, deyək ki, zərbə dalğa litotripsiyası uzaqdan vurulan şey. Xəstə bir o qədər dərin öyrənilməlidir. Yəni, biz artıq, bizim kifayət qədər təcrübəmiz var. Mən fəxrlə deyə bilirəm ki, son 2 il ərzində elə bir daş olmayıb ki, həll olunmamış
modern hospitaldan çıxsın, getsin. Yəni biz artıq bilirik ki, bu daşın kanalı gəlib tutmaq ehtimalı nə qədər olacaq. Və bu halda xəstənin böyrəyinə stent deyilən, bax mən bunu istəyirdim. Bəli, stent deyilən bir nazik boru qoyulur. Bu borunun əsas məqsədi, yəni bu cərrahi əməliyyat kəsik aparılmadan yenə də endoskopik yolla qoyulur və xəstə stent qoyulandan 2 saat sonra çıxır gedir. Yəni durur, çıxır gedir və təqribən o daşın həcmindən, böyrəyin vəziyyətindən, xəstənin ümumi vəziyyətindən asılı olaraq növbəti 5 və yaxud 7-ci gün litotripsiya, yəni o dediyimiz o dalğalar təyin olunur. Yəni bu halda sidik o stent boyu ilə gedir, vurulmuş daş parçaları isə stentin yanından gəlir, tökülür. Daş özü əgər kiçikdirsə, daşın komponenti yumşaqdırsa və böyrəyin daşı qovmaq xüsusiyyəti yaxşıdırsa, xəstə kök deyilsə, bu halda ilkin olaraq vurula bilər. Dediyim kimi, xəstə bir neçə dəfə öyrənilir. Biz heç də istəməzdik ki, biz xəstənin buradan daşını vuraq, o biz tərəfdə geçsin, pristupları olsun. Bir şey də nəzərə, xəstədə bəzən bir də görürsünüz ki, yanaşı gedən xəstəliklər olur. Şəkərli diabet olur, hipertoniya olur, xəstə hamilə ola bilər, yəni qadınlarda və kök ola bilər, hündür ola bilər. Bunların hamısını biz qiymətləndiririk və bu və yaxud digərindən asılı olaraq stent qoyula bilər, qoyulmaya bilər və yaxud bir dəfəmlik sidik axarı boyunca qalxıb daş yerində, yəni kontakt litotripsiya yolu ilə ovula bilər. Amma yəni bizim Dornier Compact Sigma aparatımız həqiqətən, yəni fəxrlə deyə bilirik ki, hal-hazırda Azərbaycanda istifadə olunan ən az invaziv, ən düzgün, yəni o daşı fokuslaşdıran və eyni zamanda da daşı parçalayan və az yumşaq toxumalara zədə vuran bir cihazdır. Və onun da mütəxəssisi Əhməd doktor, yəni doğrudan da onu çox böyük məharətlə istifadə eləyir. Əhməd doktor, söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi bu sahədə Azərbaycanda 1-2 mütəxəssis var, onun da biri sizsiz və ilk Azərbaycanda bu yaranandan məhz sizsiz bu sahədə çalışan. Mən sizə nə sual vermək istəyirəm? Bəzi insanlar var, böyrək daşına görə dəfələrlə əməliyyat olub. Hətta bir böyrəyin itirən insanlar da var. Və digər yerdə qalan böyrəyində də daş var və onda bir neçə dəfə əməliyyat da keçirib. Bu cür xəstələrdə litotripsiya effektivdirmi və yaxud yoxsa təhlükəlidir? Bax, bu barədə nə deyə bilərsiniz? Yəqin ki, tamaşaçılarımızı bax, bu sual maraqlandırır. Çox sağ olun, sualınıza görə. Əlbəttə, litotripsiyada da əks göstəricilər var. Tək böyrəklə daş olması xəstədə bu bir əks göstərişdir. Amma stent olmaq şərti ilə ki, xəstəyə stent yeridilərək ki, o daşın parçaları təmizlənən anda sidik axarını tutmasın deyənə. Çünki iki böyrək yerində olan bir insan bir tərəf müvəqqəti tutulduğu anda qorxulu bir hal baş vermir. Çünki o birisi tərəfdən sidik təmizlənir xəstədən. Tək böyrədə belə bir şey mümkün deyil. Yəni tutulduğu zaman problemlər yaranır. Ona görə stent olmaq şərti ilə tək böyrəkdə də aparıla bilər. Əməliyyat olunmuş böyrəkdə də aparıla bilər. Çoxu xəstələrimizin yarısı litotripsiyadan əvvəl xəbəri olmadığı üçün qabaqki illərdə əməliyyat olunduqdan sonra yəni, yanımıza başvururlar, gəlirlər. Yəni çox uğurla keçirilir. Çox sağ olun. Pərviz doktor, bax, litotripsiya ilə daşları qırdıq. Bəli. Tutalım ki, buna müvəffəq olmadıq. Keçdik endourologiya. O qeyd etdiyiniz kimi lazerlə və yaxud ultrasəs dalğaları ilə daşları qırdıq. Tutalım ki, bu da mümkün olmadı. O halda üçüncü addım nədən ibarət olur? Mümkün olub, belə deyək, hələlik olmayıb. Elə bir şeylə üzləşməmişik. Bizdə elə olub ki, 2 santimetrdən çox böyrək daşı olub. Elə olub ki, sidik axarı boyunca 3 və yaxud bir neçə dənə daş olub. Onları da biz mərhələ yolu ilə yola vermişik. Amma deməli, daş çox böyük olanda artıq o daş böyrəyin ətli qismini, ona parenxima deyirlər,
onu dağıdanda və litotripsiya ilə və yaxud aşağıdan enduroloji yolla götürmək ehtimalı çox az olduğunda bu zaman perkutan nefrolektomiya deyilən əməliyyat icra olunur. Bu bilavasitə böyrəyin içərisinə, yəni dəridən 1 sm yarım kəsik aparmaqla endoskop yeridilir böyrəyə və artıq böyrəkdə kontakt yolu ilə bu daş çıxarılır. Azərbaycan endemik bölgədir. Bəli. Sidik Daşı xəstəliyi həqiqətən çoxdur. Gündən-günə də artmaqdadır. Bunun kütləvi profilaktikası ilə məşğul olmaq üçün nə etməliyik? Hal-hazırda Azərbaycanda daş xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbləri bizim qida rasionumuzdur, yəni qidalanmağımızdır. Bizim içdiyimiz suyun keyfiyyətidir. Təəssüflər olsun ki, bizim artıq çəki olmağımızdır və stres faktorlarıdır. Bax, bu, yəni qida, suyun keyfiyyəti, artıq çəki, bir də ki, stres, bunlar hamısı bu 4. Bir də ki, bəli, iqlim şəraiti. Çünki Azərbaycan isti yerdir və bizdə həmişə bu daş xəstəliklərinin apogeyi may ayından avqust ayına kimi, yəni isti vaxtlarda, yay aylarında daha çox olur. Bunun səbəbi nədir? Yay aylarında səbəb odur ki, tərləmə çox olur. Yəni həmin o daşlarda bizdə cəmaət su içməyə o qədər də xoşlamır. Hamı çay içir. Yəni çay içərkən çayın özü deyir ki, ciyərim yandı, bir pürrəngi çay. Bax, o pürrəngi çay bizdə aksalat daşlarının əmələ gətirməsinin əsas səbəblərindən biridir. Biz ət yeyən millətik, ət yeyən millətlərin çoxunda daş var. Biz çörək yeməyə çox xoşlayırıq, bunlar da karbohidratlardır. Burada da yəni daş əmələ gəlir və süd, meyvə və tərəvəz biz xoşlamırıq yeməyə. Bax, bu qida rasionuna gedir. Biz oturaq həyat tərzi xoşlayırıq eləməyə. Oturaq həyat tərzi olanlarda da adam çəki artır, mən özüm də daxil olmaqla. Və stres. Son vaxtlarda yəni iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq yəni stresimiz də artır və bütün bu faktorlar axırda gəlib daş xəstəliyinə əməl gətirir. Tamaşaçılara demək istərdim ki, tərkibində kofein olan maddələr də sidik daşı əmələ gəlməsinə səbəb olur. Bu, yəni şokoladdır, kofedir, müəyyən o energetik içkilərdir. Son vaxtlar daha populyar olub, xüsusilə cavan nəsil arasında. Bax, bunlar da yəni sidik daşı xəstəliyinin əmələ gəlməsinə gətirib çıxarır. Çox sağ olun, studiyamıza təşrif buyurduğunuza və bu cür maraqlı söhbətlərlə tamaşaçılarımızı məlumatlandırdığınıza görə. Hörmətli tamaşaçılar, studiyamızın bugünkü qonaqlarını bir daha sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonaqları Modern Hospitalın Urologiya şöbəsinin rəhbəri, cərrah uroloq Pərviz Nəsirov və litotripsiya üzrə mütəxəssis, həkim, uroloq Əhməd Əhmədov idi. Əgər sizdə böyrək daşı ilə, ümumiyyətlə sidik ifrazat sistemi ilə əlaqədar hər hansı bir problem olarsa, bilin ki, başqa bir yerə getməyə ehtiyac yoxdur. Çünki Modern Hospitalda bir məşhur, artıq tanınmış, öz sözünü demiş, Azərbaycanda kifayət qədər xəstə potensialına malik olan bir uroloji mərkəz fəaliyyət göstərir. Və siz ora müraciət etməklə özünüzə, yaxınlarınıza ən az travma verərək, ən az invaziv yollarla maksimum, ən böyük problemdən belə qısa müddət ərzində azad ola bilərsiniz. Bu, həm sizin sağlamlığa daha tez qovuşmağınıza, eləcə də əmək qabiliyyətinizin daha qısa müddət ərzində bərpa olmağına zəmin yaradacaq. Bir də sizə studiyamıza buyurduğunuza, bu cür söhbətlərinizə görə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun. Verilişin baş sponsoru Modern Hospital, sponsorlar Bella yolcu vasitələri və Biosens şampunu. Bax belə, hörmətli tamaşaçılar, Sağlıq Olsunun bugünkü buraxılışı da bu cür maraqlı mövzular axınında bu cür sona çatdı. Düşünürəm ki, bugün də biz sizə kifayət qədər məlumat verdik. Sağ olun, sağlıqla qalın. İnşallah gələn həftə görüşənək.